Yaddaşın zəifləməsinin səbəbləri çoxdur. Birincisi, göz zinasının olması. Göz zinasının qadınlarla irtibat, danışmaq, onlara baxmaq, söhbət eləmək. Bunların hamısı insanın yaddaşını çürütür. Bu birinci məsələ. İkinci məsələ, zehnin insana fayda verməyən şeylərlə çox məşğul olması. Məsələn, aşırı ticarətə qoşulması insanın. Ondan sonra aşırı şəkildə bu sosial şəbəkələrdən istifadə etməsi. Bunların hamısı da məsələn, baxırsan nə qədər vaxtını Facebookda keçirir, YouTube'da keçirir, filan yerdə keçirir, filan yerdə keçirir. Bunların hamısı da yaddaşın çürüməsinə, yaddaşın itməsinə səbəbdir. Həmçinin səbəblərdən insan hafizəni, zehini, beynini yeniləməkdən, hafizəsini yeniləməkdən uzaq olması. Məsələn, əzbəri tərk eləməməsi. İnsan baxırsan balaca vaxtından nə ilənsə əzbərlə məşğul, ya hesab əzbərləyir, ya riyaziyyat əzbərləyir, ya hekayə əzbərləyir, ya şeir əzbərləyir. Müsəlman olanda da müsəlman nə ilə məşğuldur? Hədis əzbərləyir, ayə əzbərləyir əlavə olaraq. Ümumiyyətlə, əzbər sisteminin çökməsi, əzbərdən imtina etmək, üz çevirmək hafizənin sıfıra düşməyinə səbəbdir. Və bir insan hafizəsinin güclənməyini istəyirsə, mütləq əzbəri alışdırmalıdır özünü ki, hətta beyin neynəsin, itilənsin. Ona görə elm əhli deyir ki, insan beyni bir dəmir alətinə bənzəyir. Onu tərk elədinsə paslanır. Onu işlətdinsə parıldayır. Və beyin əzbəri çoxaltdıqca insan beyni parıldayır, güclənir. İnsan əzbəri tərk elədiyi zaman beyni dəmir kimi paslanır. Və əsas səbəb də odur ki, insanın gizildə və açıqda etdiyi günahlar. Ona görə bir müsəlman bayaq dediyim şeyləri edərsə və bir müsəlman eyni zamanda tövbəni çoxaldarsa, qiyamul leylə durmağı, təheccüd namazına durmağı özünü alışdırarsa və insan həftənin sünnə günlərində oruç tutmağı artırarsa və beləliklə eyni zamanda salih əməlləri çoxaldarsa, o insanın hafizinin güclənməsi qaçınılmaz bir şeydir. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.